Sən gərək duran bir üzərlik yandıran, birdən göz zad dəyər. Bala, o üzərlik boş şeydi. Yadında saxla. Deyirəm, baxma da, bir efirdə zadda deyirəm ki, papam gündə 11 kilometr piyada gəzir, bütün günü özünün üstündə işləyir, özünə baxır. Ancaq bu dünyada özün fikirləşir də. Hə, deyirəm, birdən göz zad dəyər sənə. Mən sənin kimi elə eləmirəm ki, mən bütün günü stres keçirim. Ağıllı adam stres keçirməz mənim balam. Sən kimisə dərdin niyə özümə yükləyirsən? Enerjini özündə saxla. Öz enerjini heç kimə sərf eləmə. Neyiniyim? İnanıram da hamıyana ayrı. İnanma. Niyə inanırsan ki? Bəli, müəllim, tam doğru dediniz. Allah canınızı sağ eləsin. Mənim doktorum, mənim doktorum. Elə bir insanlarla yoldaşlıq etməlisən ki, əsəb keçirməsən. Adam dostun yanında üzü gülür, uzanır. Mən hər gün əvvəla qoy hamı bilsin, Allah şəhidlərimizə qən-qən rəhmət eləsin. Xatirəm, mən 2 ildən artıqdır, artıq 3-cü ilə çatır ki, hər gün mən Yasin oxumamış evdən çölə çıxmaram. Ər-Rəhman surəsini oxumamış, mücür duasını oxumamış evdən çölə çıxmaram. O bir Allah şahiddir ki, mən şəhidlərimizə hər gün Yasin oxuyuram. Bəs nə? Sözcə, hər dəfə səbləşəndə qocalırsan. Ondan ötürü nələr eləyir? Deyirlər ki, hər dəfə əsəbləşəndə qocalıram. Bəli. Bəli. Gəldilər. Oğlumu niyə yapmıyorum? Siz necəsiz? Çox sağ olun. Teşekkürler. Təbii olsan dünya gözəlsən. Salam edik. Və belə ki, təbii nə geçirsən? Həqi. Nə lazım belə? Nədən etəksən? Nə danışırsınız? Futboldan. Canım benim. Atabala dərsləşirik də, bəzi problemlər var ki, onun yüksəlini tapmalıdır. Hər şeyi yoluna qoymağa çalışırım. Bəli. Aləvi məşvərət. Sənə can yandıranlardan ötərim. Enerjimi sərf elə. Öpürəm səni. Və ancaq gəlir belə məsləhətlər verir. Deyir ki, sənə kim stres verirsə aralı ol. Hər gün 11 kilometr piyada gəz. Və hər gün gəlir bunu mənə deyir, gedir. Niyə məhz 11? Niyə 10 yox? Mənim papam. Komediyadır da, ilahi. İnsan nə qədər adamı güldürər, belə adam olar.